Salam dostlar, bugün 5-ci sinif təbiət iş dəftəri 2-ci hissə, mövzu 34-ün qalanını izah edəcəm. İş vərəqi 3. Vulkanların yerləşdiyi əraziləri müəyyən edək. Səhifə 46. Tapşırıq 1. Verilmiş xəritəyə diqqətlə baxıb sualları cavablandırın. Aşağıda 20 vulkan və onların en və uzunluq dairələri verilib. Hər bir vulkanın coğrafi mövqeyini verilən koordinatlara əsasən xəritədə qeyd edin. Əvvəlcə birinci vulkan 60 şimal enliyində, 150 qərb uzunluğunda yerləşir. Deməli, birinci vulkan burada düşür. Sonra ikinci vulkana baxırıq. 45 şimal enliyi, 120 qərb uzunluğu. İkinci vulkan da burada yerləşir. Üçüncü vulkan 20 şimal enliyi, 105 qərb uzunluğu. Üçüncü vulkan isə burada yerləşməlidir. 20 şimal enliyi, 105 də qərb uzunluğu. Dördüncü vulkan enliyi 0 verilib, yəni burada yerləşməlidir. 75 isə qərb uzunluğu. Dördüncü vulkan buradadır. Beşinci 65 şimal enliyi, 115 qərb uzunluğu. 5-ci vulkan isə burada. 6-cı vulkan 40 şimal enliyi, 30 qərb uzunluğu. 6-cı vulkan buradadır. 7-ci vulkan 17 şimal enliyi, 25 qərb uzunluğu. 7-ci vulkan bura düşür. 8-ci vulkan 20 şimal enliyi, 120 şərq uzunluğu. 8-ci vulkan buradadır. 9-cu vulkan 50 şimal enliyi, 180. Bir də 180 uzunluq. 9-cu vulkan buradadır. 180 dərəcə uzunluqda. 10-cu vulkan 40 cənub enliyi, 75 qərb uzunluğu. 11-ci vulkan 55 şimal enliyi, 160 şərq uzunluğu. 11-ci vulkan buradadır. 12-ci vulkan 40 şimal enliyi, 145 şərq uzunluğu. 12-ci vulkan burada yerləşir. 13-cü vulkan 5 cənub enliyi, 155 şərq uzunluğu. Buradadır. 14-cü vulkan 10 cənub enliyi, 120 şərq uzunluğu. 8-ci vulkan aşağısındadır. 15-ci vulkan 5 cənub enliyi, 105 şərq uzunluğu. 5 cənub enliyi, 105 şərq uzunluğu. 15-ci vulkan da burada. Təqribi olaraq götürmüşəm 0-dan altda. Bura 5 düşür. 16 15 cənub enliyi, 60 şərq uzunluğu. 16 şərq tərəfdə yerləşir. 17 30 cənub enliyi, 70 qərb uzunluğu. 18 55 cənub enliyi, 25 qərb uzunluğu. 18-ci vulkana baxırıq. 55 cənub enliyi, burada da təqribi götürmüşəm. 25 də qərb uzunluğu. Daha sonra 19-cu vulkan 40 cənub enliyi, 175 şərq uzunluğu. 20-ci vulkan 20 şimal enliyi, 160 da qərb uzunluğu. 20-ci vulkana baxırıq. 20 şimal enliyi, 160
160-da qərbuzun. Bugünkü dərsimizdən bu qədər dostlar. Hələlik.